Bu gün sizlərə Samsung Galaxy S4 modelində boot animation dəyişdirməsini göstərəcəm. Yəni Galaxy S5-də olan boot animationu Galaxy S4-də tətbiq edirik. Boot animation nədən ibarətdir? Telefonunuzu yandırıb söndürəndə ekrana gələn animasiya boot animation adlanır və mən orada dəyişiklik edib S5-in boot animationunu elə bil Galaxy S4-də tətbiq edəcəm. Bunun üçün daxil oluruq Root Explorer-a və burada bir sözlə, yəni yüklədiyimiz faylın mən sistem papkasını zipdən ayırmışam. Göstərəcəm sizə. Gördüyünüz kimi sistem papkası media daxil olur və burada olan fayllar bizə lazımlı olandır və root bölməsinə keçirik. Buradan daxil oluruq sistemə və media papkasına və aşağı düşürük. Gördüyünüz kimi burada da boot Samsung loop və shutdown fayllar var. Yenidən boot Samsung loop və shutdown fayllarını seçirik və bunları copy-paste eləyib mediada digər root tərəfdən sistemə daxil olub mediaya atırıq. Və zamin edirik, yerlərini dəyişirik. Daha sonra həminki hissədə audioya daxil oluruq, UI papkasına daxil oluruq və buradan da audioya daxil olub, UI papkasına daxil olub, bu hissəni kopirovka eləyib digər tərəfə atırıq. Və gördüyünüz kimi. Və indi yoxlaya görə nəticə necə alındı. Və gördüyünüz kimi nəticə uğurlu alındı və xatırladım ki, bu tətbiq yalnız Android 4.4.2 versiyasını dəstəkləyən cihazlarda və ya planşetdə də eləyə bilərsiniz. Lakin mütləq versiyası 4.4.2 olmalıdır və sizdə də belə deyək, bu boot animasiya alınacaq və indi yenidən göstərim sizə. Gördüyünüz kimi Samsung Galaxy S5-də olan boot animasiya artıq Galaxy S4-də də mümkün oldu. Və xatırladım ki, bu hər dəfə belə uğurlu nəticə vermir. Yəni burada diqqət eləmək lazımdır. Və elədiyiniz vaxt, məsələn, əgər problem olarsa, telefonunuzu yenidən proşifika eləyib öz normal vəziyyətinə qaytara bilərsiniz. Yükləmə linki videonun aşağı hissəsində yerləşdiriləcək. Əgər hər hansı başqa bir sualınız olarsa, müraciət eləyə bilərsiniz. Təşəkkürlər.